Rauf Arifoğlu Texnologiya İnstitutunu bitirib, jurnalistikanı bitirməyib. Amma ən titullu jurnalistlərdən biridir bu gün. Jurnalist şəhid milli qəhrəman Çingiz Mustafayev ixtisasca həkim olub. Tibb universitetini bitirib, jurnalistikanı bitirməyib. Jurnalist milli qəhrəman mərhum Salatın Əsgərova Neft və Kimya İnstitutunu bitirib. Yəni keçmiş azi, jurnalistikanı bitirməyib. Amma adları jurnalistika tarixinin qızıl hərflərlə yazılıb. Nazirlik və dövlət qurumlarının əksəriyyətinin mətbuat katibləri də jurnalistikanı bitirməyiblər ki. Qeyri-peşə sahibi olan və jurnalistika fəaliyyəti ilə məşğul olan yüzlərlə insan saya bilərəm sizə. Elə bircə siz savadlı və siz ağıllı çıxdınız. Jurnalist xəbər və ya digər cari məlumatları toplayıb yazı şəklində, məqalə şəklində, müsahibə formasında tutalım və ya video şəklində qəzet, jurnal, televiziya, radio, sosial şəbəkələrdə paylaşan şəxsə deyilir. Diplomlu şəxsə yox. Dünyanın ən məşhur futbolçusu Ronaldo mütləq gedib bədən tərbiyə institutunu bitirməli idi. Diplom başqadır. İstedad başqa, fəaliyyət başqa, sənət başqadır, sənəd başqa.